Salam əziz abituriyentlər. Bugün mən sizə test toplusu 2025-dən kimyanın ilk anlayışları bölməsinin izahını verəcəm. Maddələr, xassələri, təsnifatı, qarışıqlar və onların ayrılması. Birinci sualdan başlayaq. Distillə ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Bilirik ki, distillə ilə ayrılma üsulu bir-birində həll olan mayeləri ayırmaq üçündür. Məsələn, su və spirt, sirkə, turş su və su. Və bunları ayırmaq üçün də ayırdıqda burada qaynama temperaturları müxtəlif olduğuna görə, məsəl üçün su və etil spirtini ayırdıqda etil spirtin qaynama temperaturu sudan aşağıdır. Birinci məsələn etil spirti qaynayır və buxarlanır, sonra da kondensləşir. Bu şəkildə ayrılır distillə qurğusunda. Yəni burada hansı fiziki xassə müxtəlif olur? Əlbəttə ki, qaynama temperaturu. İkinci sual. Durultma ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Durultma ilə ayrılma üsulunda isə sıxlıq fərqi olur orada maddələrdən. Məsəl üçün, yağ və bitki yağı və su. Bitki yağı suyun səthində qalır, çünki sıxlığı suyun sıxlığından azdır. Bunu da ayırıcı qıfla ayırırlar. Yəni, burada fərqli xassə sıxlıq olacaq. C variantı. Üçüncü sualda deyir, xromatoqrafiya ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsi müxtəlifliyinə əsaslanır? Xromatoqrafiyada isə adsorpsiya qabiliyyəti, yəni udulma qabiliyyəti. B variantı. Dördüncü sualda deyir, hansı kimyəvi işarə bəsit maddəni göstərir? Yəni, deməli, bəzi elementlər var ki, məsəl üçün hidrogen, normalda hidrogen qazı olanda H2 yazılmır. Yəni, hidrogen elementdir, H2 hidrogen qazıdır. Bəsit halda, yəni H2 şəklindədir. Xlor normalda, yəni xlor qazı, xlor 2 yazılır. Azot N2, brom da maye haldadır. Bəsit halda brom 2. Yəni hal-hazırda brom yazılanda, azot yazılanda 2 yazılmayan indeksində həmin vaxtda element olur. Amma neon isə bir atomlu təsirsiz qazdır. Təsirsiz qazlar bilirik ki, elə bir atomlu olur. Yəni onun indeksinə onsuz da rəqəm yazılmır. Elə element kimi də neondur, bəsit maddə kimi də neondur. Ona görə cavabımız olacaq A variantı. 5-ci sualda da hansı kimyəvi işarə bəsit maddəni göstərir? Bu dəfə də arqon olacaq, çünki arqon bir atomludur. Digərlərin isə indeksində 2 yazılır. 6-cı sual. Bəsit maddələri müəyyən edin. Bəsit maddələr, yəni eyni növ atomdan ibarət olan maddələrə deyilir. Burada olacaq C variantı. Hidrogen, oksigen. Yəni eyni element olsun, eyni elementdə olsun. İndeksinə 2 də ola bilər, 3 də yazıla bilər, yazılmaya da bilər. Məsəl üçün P4 bəsit maddədir, S8 və yaxud dəmir. Amma 2 element varsa, 2 müxtəlif element bu olur, mürəkkəb maddə. 7-ci sualda mürəkkəb maddələri müəyyən edin deyəndə 2-ci bəsitdir, 4-cü bəsitdir, amma 1 ilə 3 mürəkkəbdir. Doğru cavab B variantı. 8-ci sual. Bəsit maddələri müəyyən edin. Burada bəsit maddə dəmir və kükürt. Yəni 1, 4 D variantı. 9-cu sual. Nəcib qazı müəyyən edin. Yəni təsirsiz qaz. Təsirsiz qazlar helium, neon, arqon, kripton, ksenon, radon. Yəni burada cavabımız olacaq neon A variantı. 10-cu sualda da nəcib qaz, bu dəfə də arqon B variantı. 11-də deyir, hansı element 2 atomlu bəsit maddə əmələ gətirir? Cavabımız olacaq azot, çünki azot N2 yazılır. Digərləri karbon tək atomludur, silisium tək yazılır, helium təkdir, dəmir təkdir. Bunlar bir atomludur. Amma azot 2 atomludur. 12-də deyir, hansı element 2 atomlu bəsit maddə əmələ gətirmir? Deməli, oksigen O2, azot N2, xlor 2, hidrogen H2, amma silisium sadəcə elə silisium, bir atomludur yəni. 13-də deyir, metalı müəyyən edin. Metal burada olacaq dəmir, C variantı. Bunlar sadə suallardır. Deməli, 14-də deyir, qeyri-metalı müəyyən edin. Bu dəfə də D variantında oksigen qeyri-metaldır, qalanları isə metaldır. 15-ci sual. Dəmirlə kükürtdən ibarət qarışıqdan dəmiri necə ayırmaq olar? Dəmiri qarışıqdan ayırmaq üçün əlbəttə ki, maqnetin köməyi ilə təsir edəcək. Deməli, D variantı. 16-da deyir, bəsit maddələr verilmişdir. Duda, his, ozon, qrafit, oksigen, qırmızı fosfor. Bu maddələrin tərkibində neçə kimyəvi element daxildir? Yəni, belə deyək də, duda, his. Bilirik ki, karbondur. Hər birinin hansı elementdirsə onu qeyd edək. Ozon O3 yazılır. Yəni, hansı elementdir? Oksigen elementidir. Qrafit karbondur. Karbon allotrop şəkil dəyişmələrindən biridir. Oksigen O2 yazılır. İndi element tərkibindəki element yenə oksigen elementidir. Qırmızı fosfordakı ilə fosfor. Deməli, ağ fosfor, qırmızı fosfor, qara fosfor. Bunlar da fosforun allotrop şəkil dəyişmələrdir. İndi mən bura neçə müxtəlif element yazdım? Bir karbon yazmışam, bir oksigen, bir də fosfor.
Yəni 2 oksigen, 2 karbon var. Sadəcə biz sayını götürsək, karbon, oksigen, fosfor. Deməli burada 3 element daxildir bu maddələrin tərkibinə. Cavabımız olacaq B variantı. 17-ci sualda deyir, xörək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Xörək duzu və çay qumu qarışığını bir-birindən ayırmaq üçün əvvəlcə suda həll eləyərik. Suda həll eləyəndə xörək duzu su ilə qarışacaq, çay qumu isə suyun dibinə çökür. Sonra süzürük. Süzəndə artıq bərk maddə, yəni çay qumu sudan həll olmadığına görə biz süzgəc kağızında qalır, süzdükdə ayrılacaq. Yerdə qalır duzla su qarışığı. Duzla su qarışığında buxarlandırma üsulu və ya kristallaşdırma üsulu ilə ayıra bilərik. Deməli, su ilə qarışdırmaq, süzmək, buxarlandırmaqla cavabımız olacaq A variantı. 18-ci sualda deyir, 4 valentli elementin oksidinin molyar kütləsinin, deməli 4 valentli element olsun X. Onun oksidi deyəndə, yəni yanında oksigen yazaq. Bilirik ki, oksid deyəndə elementlərin oksigenlə birləşməsidir və bu arada oksigenlə mənfi 2 oksidaşma dərəcəsi göstərməlidir. Bunlar irəli dərslərdədir. İndi valentliklə gedək. Deməli, elementimiz 4 valentli, oksigen də 2 valentli. Çarpaz yazsaq, X2O4, ixtisar gedir, XO2. Deməli, formul belədir. İndi həmin bu oksidin molyar kütləsinin oksigenin molyar kütləsinə. Oksigen deyəndə də sadəcə O-dan söhbət getmir. Oksigen yəni O2-dən söhbət gedir. Oksigenin molyar kütləsi nə qədərdir? 16-nı 2-yə vuranda 32. Deməli, indi bizə deyir ki, həmin bu 4 valentli elementin oksidinin molyar kütləsinin oksigenin molyar kütləsi olan nisbəti 2-yə bərabərdir. Həmin o XO2-nin gəlin molyar kütləsini qeyd edək. Olacaq X plus O2 də 16-nı 2, 32. Deməli, onu bölsək oksigenin kütləsinə, yəni molyar kütləsinə 32-yə eləməlidir. Cavab 2, nisbəti 2-dir. İndi bu tənliyi həll edirik. Burada X plus 32 bərabər olacaq 64-də, X də bərabərdir 32-yə. Cavabımız olacaq C variantı. 19-cu sualda deyir, eyni cinsli qarışığı müəyyən edin. Eyni cinsli qarışıq qumla xörək duzu deyil, kürklə su. Xörək duzu və su əlbəttə ki, bir-birində həll olan, biri bərk, bir maye, homogen qarışıqdır. 20-də eyni cinsli qarışıq burada da olacaq. Deməli, etil spirtinin su ilə qarışıq Y variantı. Hər ikisi mayedir, amma homogen eyni cinsidir. 21-ci sualda deyir, 2 valentli metal sulfat duzunun molyar kütləsi. Deməli, gəlin onu quraq. 2 valentli metalımız X. Əvvəlcə sulfat turşunun kənarda bir dənə formunu yazaq. H2SO4. Duzu əmələ gələndə indi sulfat turşun. Bunun 2 hidrogen çıxanda yerdə qalır SO4, 2 mənfi iyonu. Yəni bütövlükdə bu SO4 qalığının valentliyi 2 olacaq bütövlükdə qalıq şəklində. X-in yanında yazıram SO4. 2 valentli metal dediyinə görə metalımız 2 valentlidir. Elə SO4 də 2 valentlidir. Onda necə olacaq? 2-lər indekslərinə çarpaz yazılsa, ixtisar getsə elə formul olacaq XSO4. Deməli 2 valentli metal sulfat duzu elə XSO4 yazılır. Məsələn, kalsium SO4, maqnezium SO4 bu şəkildə. İndi bizə deyir ki, həmin bu duzun molyar kütləsi həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa. Deməli, bu duzun molyar kütləsinin tənlik şəklinə necə qurarıq? X plus, kükürt 32-dir, oksigen də 16-nı 4-ə vuranda 64. Deməli, bu duzun molyar kütləsi X plus 96, belə yazarıq. İndi bunun molyar kütləsi həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa. Metal da sadəcə X-dir də. Deməli, X plus 96-nı bərabərləyəcək, 2,5 vurulsun X-ə, 2,5 X-ə yəni. Buradan 2,5x-dən 1x-in çıxanda qalacaq 1,5x bərabərdir 96-ya. Buradan x bərabər olacaq. Deməli, 960-ı 15-ə bölərik. Bu da eləyəcək 64. Deməli, x olacaq 64. Və deməli, həmin metalın nisbi atom kütləsi 64-dür. Deməli, mis metalıymış. C variantı. İndi eyni qaydada 22-də də 2 valentli metalın bromid duzu deyir. Bu dəfə də 2 valentli metalın deməli bromid duzu, yəni metalımız X-dir. Bromid turşusunu əvvəlcə yenə kənarda H brom yazıram. Burada da bir dənə H çıxır. Brom mənfi iyon əmələ gəlir. İndi brom mənfi, yəni brom qalığının valentliyi 1 olacaq. Üstü 1 mənfidir. Bromun valentliyi 1-dir. Metalımız da 2 valentlidir. Çarpaz yazanda X brom 2 formulu olacaq. İndi həmin bu duzun nisbi molekul kütləsi, yəni X plus 82-yə vuranda 160. Deməli, duzun molyar kütləsi budur. Həmin metalın nisbi atom kütləsindən 5 dəfə çoxdursa, metal da ki X-dir, ona 5 dəfə çox olanda bərabər olacaq 5X-ə. Belə bir tənlik quraraq, buradan 4x bərabərdir 160-a, x də bərabərdir 40-a. Deməli, metalın nisbi atom kütləsi 40 olubdur. Kalsium metalıymış. Y variantı.
23-də deyir, hansı sırada bir atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir. Deməli, bir atomlu bəsit maddələr əmələ gətirən helyum bir atomludur, azot 2 atomludur, kükürt, oksigen bunlar deyil. Oksigen yox, azot yox. Deməli, D variantı arqon, helyum. Çünki hər ikisi təsirsiz qazlar, dedik ki, bir atomlu qazlardır. 24-də deyir, hansı sırada çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir. Çox atomlu deyirsə, deməli, indeksinə nəsə yazılsın da. Neon varsa, məsəl üçün A variantında, C-də helyum var, gedir. Təsirsiz qazlar olan variantlar mütləq çıxaq. B-də getdi. Cavabımız olacaq D variantı. Kükürt S8, fosforda P4. Bəli, çox atomludur. 25-ci sualda deyir, hansı halda bəsit maddə haqqında söhbət gedir? Deməli, burada deyir, oksigen kükürt qazının tərkibində. Biri var bəsit maddə, biri var kimyəvi element. Deməli, hər hansı bir saf maddənin içərisində, onun formulunda, məsələn, H2O-dur, nə bilim, NH3-dür, hər hansı bir formulun içində adı çəkilərsə, bu olacaq element. Məsəl üçün, oksigen deyir, kükürt qazının tərkibində. Kükürt qazı SO2-dir. Onun içərisində oksigen də desə elementdir, kükürt də desə elementdir. Deməli, A variantında bəsit maddə deyil. Sonra mis klorosun tərkibi. Mis kloros özü bir birləşmədir. Mis SO4 vurulsun, 5 molekul su belə yazılır. Burada əlbəttə ki, mis olacaq element. Bizə bəsit maddə deyil. Gərək bəsit maddə deyəndə sərbəst halda olsun. Azot havanın tərkibində. Aha, cavabımız olacaq bu. Çünki hava artıq saf maddə deyil. Hava qazlar qarışıqdır. Azotda orada 78%, deməli havada azot var, sərbəst bir yer tutur. Yəni N2 şəklində yayılıbdır. Amma desəydi, indi D variantına bir baxaq, azot nitrat turşusunun tərkibində, nitrat turşusu HNO3-dür. Azot onun tərkibində əlbəttə ki, elementdir. Orada azot da desə elementdir, hidrogen də, oksigen də. Amma azot havanın tərkibində, qarşının tərkibində bəsit maddədir. C variantı. 26-da da yenə deməli, deyir, hansı halda hidrogen bəsit maddə kimi deyil, bu dəfə bəsit maddə olmasın deyir, kimyəvi element kimi göstərilmişdir. Hidrogen suyun tərkibinə daxildir, deməli, elə suyun formulu H2O-dur, hidrogen ora element kimi daxildir. Elə bizdən də element istəyir də, elə cavabımız olacaq, deməli, A variantı. Amma hidrogen ən yüngül qazdır, söhbət H2-dən gedir, sərbəst halda qaz. Hidrogen oksigenlə reaksiya girir, H2 şəklində girir. Hidrogen reduksiya ciddi sərbəst H2-dən söhbət gedir. 2 həcm hidrogen, 1 həcm oksigenlə guruldayıcı qaz əmələ gətirir. Yenə 2 H2 plus O2 söhbət o reaksiyadan gedir. Yenə H2 şəklində. Yəni onda olur bəsit maddə. Biz amma element olanı axtarırıq. Cavabımız A variantıdır. 27-ci sualda deyir, adi şəraitdə qaz halında 2 atomlu bəsit maddələr əmələ gətirən elementləri müəyyən edin. Adi şəraitdə qaz halında 2 atomlu bəsit maddə. Deməli, A variantında oksigen qazdır, 2 atomludur, amma karbon bərkdir. Kükürt bərkdir, məsələn, bərk olanlar, maye olan, brom mayedir. Məsələn, C variantında helyum 1 atomlu qazdır, biz 2 atomlu qaz axtarırıq. Cavabımız olacaq D variantı. N2, xlor 2, hər ikisi 2 atomludur, hər ikisi də qaz halındadır. 28-də adi şəraitdə qaz halında olan 1 atomlu bəsit maddə. Qaz halında olan 1 atomlu ancaq təsirsiz qazlardır. Helyum, neon, argon. Cavabda olacaq Y variantı. Argon, helyum. 29. Çox atomlu bəsit maddələr əmələ gətirən elementləri müəyyən edin. Çox atomlu bəsit maddələr, deməli indeksinə nəsə yazılsın. Kükürt, fosfor olacaq cavabımız. Elə deməli kükürt S8, fosforda P4. 30-da deyir, müxtəlif cinsi qarışıqları müəyyən edin. Yəni, bu qarışığa baxanda, adi gözlə və ya mikroskopla baxdıqda tərkibində yəni, ayrı-ayrı maddə olunduğu görürsənsin də. Yəni, baxanda bilinsin ki, içində ən azı 2 maddə var. Xörək, duz və su, deməli, baxsaq görənməliyik. Çünki həll olur bir-birinə eyni cinsli, homogen qarışıq əmələ gətirir. Şəkərlə su da homogendir. 1-3 homogendir. Kükürt su, təbaşir tozu su. Bunlar olacaq, deməli, müxtəlif cinsli, yəni heterogen. Cavab olacaq 2-4 A variantı. 31-də deyir, eyni cinsi qarışıqları müəyyən edin. Glikoza suda həll olan bərk maddədir. Ona görə su ilə eyni cinsi qarışıq əmələ gətirir. Deməli, biri 1-dir. Neft su ilə müxtəlif cinsi qarışıq əmələ gətirir. Yəni, neft suyun səthində qalır. Heterogen qarışıqdır. Durultma üsulu ilə ayrıcı qıfada ayrılır. Deməli, ikini götürmürük. Xörək duzu su ilə eyni cinsi qarışıq əmələ gətirir. Qum su ilə müxtəlif cinslidir, heterogendir. Deməli, neftlə su qarışığı emulsiyadır. Bu arada qum və su qarışığı isə suspenziyadır. Heterogen növlərdir. Deməli, doğru cavab 1-3 Y variantı.
32. Qarışıqları müəyyən edin. Deməli, şəkər saf maddədir. Ümumiyyətlə, formula malikdirsə, kimya formulu varsa saf maddədir. Şəkər safdır, hava qarışıqdır, özü də homogen qarışıqdır, gözlə görünmür, yəni içindəkilər. Benzin yenə eyni ilə qarışıqdır, homogen qarışıqdır. Neftin özü, məsəl üçün, təkcə neft qarışıqdır. Bəzən bunu şagirdlər qarışdırır. Tutalım, neftin özü homogen qarışıqdır. Amma neftlə suyun qarışığı heterogen qarışıqdır. Yəni, indi onun kimi benzin özü homogen qarışıqdır. Benzin su ilə qarışığı heterogen qarışıqdır. İndi bizə ümumiyyətlə qarışıqlar lazımdır. Birinci saf idi, 2 ilə 3 isə qarışıq, doğru cavab A variantı. 33-də deyir, saf maddələri müəyyən edin. Deməli, oksigen əlbəttə ki, formula malik olanlar safdır. Bir də sirkə turşusu. Bütün turşular, belə deyək də, nə turşusu görsəz də tanıdınız, tanımadınız. Turşuların hər birinin bir formulu var, yəni formula malikdirlər. Formulu olanlar hamısı saf maddələrdir. Benzin amma qarışıqdır. 1, 3. Benzol saf maddədir. Məsələn, benzolun formulu var. Benzolun formulu C6H6-dır. O saf maddədir, onunla benzini qarışdırmayın. Amma benzinlə də suyun qarışığı heterogendir, durultma üsulu ayrılır. Benzolla da suyun qarışığı heterogendir, durultma ilə ayrılır. Amma bir-birinə fərq olur ki, benzol özü safdır, benzin isə qarışıqdır. 34-də deyir, bəst maddələri müəyyən edin. Baxaq görək, deməli, bəst maddə, məsələn, burada qundur, nişastadır, bunlar mürəkkəbdir. Xörək duzu, şəkər mürəkkəbdir. Deməli, cavabımız olacaq burada C variantı. Almaz karbondur, karbon alotrup şəkilləşməsidir. Civə metaldır, oksigen O2, ozon O3, bunlar hamısı bəst maddələrdir. Deməli, 35-ci sualda deyir, hansı elementlər metallara aiddir? Metallara aid olanlar əlbəttə ki, B variantı barium, berilyum, manqan. Bunların üçü də metaldır. 36-da deyir, hansı elementlər qeyri-metallara aiddir? Bu dəfə də, məsələn, A-da kalsium metaldır, B-də natrium metaldır, C-də barium metaldır, D-də maqnezium, manqan metaldır, sadəcə karbon qeyri-metaldır. Y-də isə hər üçü qeyri-metaldır. Deməli, cavabımız olacaq Y. 37-də deyir, etil spirtin su ilə qarışığını hansı üsulla ayırmaq olar? Etil spirtin su ilə qarışığını distillə su ilə ayırmaq olar. D variantı. Bir-birinə həll olan mayeləri distillə su ilə ayırmaq olur. 38-də xörək duzunun su ilə qarışığını. Xörək duzu bərkdir, su da mayedir. Bərk maye, homogen qarışığı da bilirik ki, buxarlandırma və ya kristallaşdırma üsulu ilə cavabımız olacaq buxarlandırma. 39. Hansı ifadə bəst maddəyə aiddir? Küşür sulfat turşusunun tərkibində, yenə deyirəm, bayaq kimi, əgər hər hansı bir mürəkkəb maddənin içərisində onun adı çəkilərsə, onda element olur. Və sulfat turşusu mürəkkəb maddədir. Yəni H2SO4. Burada əlbəttə ki, küşür nə olacaq? Element olacaq. Misk borosu mürəkkəb maddədir. Mis SO4 vurulsun 5 molekul su formulu belədir. Burada əlbəttə ki, mis elementdir. Oksigen kürk qazı. Kürk qazı SO2-dir. Bunun tərkibində oksigen elementdir. Azot nitrat turşusu. Nitrat turşusu HNO3. Burada azot elementdir. Amma oksigen havanın tərkibində hava özü qarışıqdır. Saf maddənin içərisində adını çəksək, olur element. Qarışığın içərisində adını çəkəndə oksigen sərbəst halda 21%, yəni havada yayılıbdır. Ona görə bu oksigen burada artıq bəsit halda, sərbəst haldadır. Y variantı. 40-cı sualda deyir, yalnız bəsit maddələrdən ibarət sıranı müəyyən edin. Deməli, bəsit maddələr burada olacaq. Y variantı ozon, O3 yazılır. Qrafit, karbondur, yod da, yod 2-dir. Bunların üçü də bəsit maddədir. Məsələn, variantlarda indi tanımadığımız maddələr var. Məsələn, potaş var, kalium 2CO3-dür. Gipsdir, kalsium birləşmələrdir. Yəni, bunlar artıq mürəkkəb maddələrdir. Bizdən bəsit maddələr istəyir. Mərmər, qum, belə. Bunları zamanla tanıyacaqsınız. 41-də deyir, saf maddəni müəyyən edin. Yəni, formula malik olan. Burada əlbəttə ki, ozon olacaq. Çünki ozon formulu var. O3, saf maddə. Qalanları qarışıqdır. Bəzən şagirdlər təbii qazı da təbii sözünə görə saf maddə kimi görür. Amma təbii qazın özünün tərkibində yəni bir neçə qaz var, qarışıqdır. Yəni, adı təbii olduğuna baxmayın, özü saf maddə deyil. 42-də deyir, hansı ifadənin mənası yoxdur? Yəni, burada bu sualda indi hansı maddənin ki, burada adı çəkilən immun formulu varsa əgər, biz onun immun formulunu yaza biliriksə, onun yanında molekul sözü deyə bilərik. Yox, bunun formulu yoxdursa, bu qarışıqdırsa, saf maddənin formulu olur da, qarışığın olmur. Qarışıqdırsa, onun yanında molekul sözü deməyin mənası yoxdur. Deməli, saxaroza molekulu, bəli, saxarozanın formulu var. C12, H22, O11. Ona görə doğrudur A variantı. B-də qlukozanın da formulu var.
C-də benzolun da formulu var, C6H6. D-də azotun formulu var, amma hava qarışıqdır, havanın formulu yoxdur. Hava molekulu demək mənasızdır. 43-də də mənası var deyir. Bu dəfə də, yəni saf maddə axtaracaq cavablarda olacaq Y variantı. Glukoza molekulu C6H12O6. Digərlərin hamısı, qalan variantdakılar, hamısı qarışıqlardır. 44-də deyir, suda həll olan mayeləri suda məhluldan hansı üsulla ayırmaq olar? Suda həll olan mayeləri suda məhluldan hansı üsulla ayırmaq olar? Deməli, həll olan mayeni sudan, yəni maye qarışığın bir-birində həll olan mayeləri əlbəttə ki, distillə üsulla ayırmaq olar. B variantı. Həll olmayan maye desəydi, durultma üsulu. 45-də deyir ki, suda həll olan bərk maddənin suda məhluldan hansı üsulla? İndi həll olan bərk maddədir, onu sudan ayırmaq üçün, məsəl üçün, xörək duzu. Məsəl üçün, şəkər. Hansı üsulla ayırarıq sudan? Buxarlandırma üsuluyla C variantı. Yerinə o dəqiqə bir maddə düşünə bilərsiniz. 46. Hansı element 8 atomlu bəsit maddə əmələ gətirir? Əlbəttə kürd olacaq, çünki S8 yazılır. 47-ci sualda hansı element 3 atomlu bəsit maddə əmələ gətirir? 3 atomlu olan əlbəttə ki, oksigen olacaq, çünki oksigen ozon əmələ gətirəndə orada O3 yazılır. 48. Hansı element 4 atomlu bəsit maddə əmələ gətirir? Bu da ağ fosfordur, çünki P4 yazılır. Qarışığı müəyyən edin. Bax, xlor bəsit maddə, saf maddədir. Belə deyək, formulu olmayan qarışıqdır. Xlorun formulu var. Xlor 2, brom 2, yod 2, dəmir elə F, dəmir. Amma hava qarışıqdır, qazlar qarışıqdır. Özü də homogen qarışıqdır, eyni cinsli. 50-də deyir, hansı sırada yalnız qeyri-metallar göstərilmişdir? Deməli, qeyri-metallar əlbəttə ki, D variantı karbonla fosfor. A-da hər ikisi metaldır. B-də fosfor qeyri-metal, kalium metal. C-də kükürt qeyri-metal, kalsium metal. Y-də natrium metal, silisium qeyri-metal. 51. Mürəkkəb maddəni müəyyən edin. Yəni, müxtəlif növ element atomdan ibarət olsun. Oksigen O2 yazılır. Deməli, bəsit maddədir, kükürt S8 bəsitdir, su artıq mürəkkəbdir, çünki içində 2 element var, fərqli element. Qrafit karbondur, fosfor P4-də yaza bilərik. Deməli, mürəkkəb maddə olacaq su, qalanları bəsit maddədir. 52-də deyir, su ilə müxtəlif cinsi qarışıq əmələ gətirən. Su ilə müxtəlif cinsi, xörək duzu su ilə eyni cinsi qarışıq əmələ gətirir. Həmçində şəkər. A-la D getdi. Etil spirt də suda həll olur və eyni cinsi qarışıq əmələ gətirir. Sirkə turşu da elə etil spirti kimidir. Bunlar distillə üsulla ayrılır sudan. Amma kerosin, neft, benzin, kerosin, bunlar suda həll olmayan mayelərdir. Su ilə müxtəlif cinsi qarışıq əmələ gətirir. Emulsiyadır, hətta ayrıcı qıfla ayrılır, durultma üsulu. 53-də deyir, su ilə eyni cinsi qarışıq əmələ gətirən. Bu dəfə eyni cinsli qarışıq deyirsə, olacaq cavabımız şəkər. Hansı qeyri-metal adi şəraitdə bərk haldadır? Bərk halda olan qeyri-metal deməli fosfordur. Flor qazı, xlor qazı, brom maye, azot qaz. 55. Hansı elementin allotrop şəkilləşməsi yoxdur? Deməli, burada olacaq cavabımız azot, çünki yerdə qalanlarının hər birinin allotrop şəkilləşmələri var, amma azotun yoxdur. 56-da deyir, kondensləşmə zamanı maddənin aqreqat halı necə dəyişir? Aqreqat halı dəyişir, yəni necə dəyişir, onu seçməliyik. Kondensləşmə, deməli, qaz halından maye halına keçmədir. Qazdan mayeye. Yalnız 2 olacaq cavabımız. Qazdan maye. Bərkdən qaza keçmə sublimasiyadır, sublimə də deyirik. Mayədən qaza keçmə isə buxarlanma. Bizə kondensləşmə lazımdır, qazdan mayeye. 57. Hansı ifadələr qeyri-metalların xarakterik fiziki xassələrinə aiddir? Deməli, qeyri-metallar elektrik keçirmirlər. Bəli, bir doğrudur, götürəcəyik. Sonra istiliyə yaxşı keçirlər, xeyr, bu metallara aid olan bir xassədir. Kövrəkdirlər, bəli, bu doğrudur. Kövrək qeyri-metallar kövrək olur. Metal parıltısı yenə metallara aiddir. Doğru cavab 1-3 Y variantı. 58. Hansı maddələrin müsbət 10 dərəcədən müsbət 60 dərəcəyədək temperatur intervalında aqreqat halı dəyişmir? Deməli, biz bilirik ki, maddənin ərimə temperaturu ilə qaynama temperaturunu verəndə, məsəl üçün, X-in kənarda yazaq, X üçün. Ərimə, buradan yazıram ərimə temperaturu, sonra da qaynama temperaturu. Ərimə temperaturunu verib bizə müsbət 40 dərəcə, qaynama temperaturu müsbət 152 dərəcə. Deməli, maddə ərimədən öncə bərk aqreqat halda olur. Yəni, əriməmişdən qabaq sol tərəfə düşsə ədəd oxunda, bunu bir ədəd oxu, indi təsəvvür edək. Ədəd oxunda, yəni bilirik də ədədlər hansı ardıcıllıqla gedir. 0, məsəl üçün, tutalım, burası 0-dırsa,
Sıfırdan sol tərəfə -1, -2, -3, yəni o hissənin hamısını bilirik. İndi əgər müsbət 40-dan sol tərəfə düşəcəksə, bu hissədə olacaq bərk. Ərimədən öncə maddə bərk halda olur. Müsbət 40 ilə 152-nin ortasına düşən ədəd, istənilən bir ədəd desə, olacaq maye halda. Müsbət 152-dən sağa düşən ədədlər artıq həmin aqreqat halı olacaq qaz halında. İndi deməli bizə baxaq cədvələ. Bizə 10 dərəcədən 60 dərəcə deyil. 10 düşəcək 40-ın sol tərəfinə. 60 düşəcək 40 ilə 152-nin ortasına. Deməli bu tərəf bərkdir. Bura düşəndə ortaya mayedir, burada qazdır. İndi nə edəcək maddə? Bərkdən ondan əgər 60-a qədər qızdırılırsa, bərkdən keçəcək mayeye. Bərkdən maye. Bizə deyir ki, hansında aqreqat halı dəyişmir. Deməli x-i götürməyəcək. Bizə lazımdır ki, hər ikisi eyni intervala düşsün. Ya hər ikisi 40-ın soluna düşsəydi, ya 40 ilə 152-nin ortasına düşsəydi, ya da hər ikisi 152-dən sağa düşsəydi, biz götürərdik eyni halda dəyişməsin. Burada dəyişir, axı görürük bərkdən maye keçir. İndi gələk y-ə. Y-də deməli 5 ilə 230-un görək hansı hissələrinə düşəcək bu 10 ilə 60. 10 düşəcək 5 ilə 230-un arasına, 60 da eyni ilə. O da araya düşdü. Deməli, Y-də görürük ki, həqiqətən hər ikisi 10-da da maye hala düşdü, 60-da da maye hala düşdü. Orta maye də dedik. Deməli, hər ikisində eynidir. Aqreqat halı dəyişmir. Cavabın biri Y. Sonra Z-ə baxaq. Z-də deməli, müsbət 10 düşəcək ilə mənfi 10-dan sağa, 60 da eyni ilə yenə sağa, 80-dən də sola da, yəni ortaya. Yenə eyni yerə düşdü, eyni intervala düşdü. Yenə aqreqat halı dəyişmir. Deməli, dəyişməyən doğru cavab olacaq Y-lə Z. Çünki X-də dəyişdi. 59-da deyir, hansı maddələrin müsbət 20-dən, eyni bayaqki sualdandır, müsbət 20-dən 70 dərəcəyədək intervalda aqreqat halı dəyişmir. Deməli, müsbət 20 düşəcək X-də, sola, 70 də bura düşür, ortaya. Deməli, bərkdən maye gəldi. Dəyişdi aqreqat halı. X-i götürmürük. Digərində müsbət 20 burada, 70 də burada. Hər ikisi ortaya düşdü. Maye. Deməli, dəyişməyəcək. O birisində müsbət 20 ortaya düşür, 70 yenə ortaya düşür. Yenə dəyişmədi. Yenə cavabımız olacaq. Deməli, burada da Y-lə Z dəyişməyəni soruşur da bizdən. Y-lə Z. D variantı. 60-da deyir, elementlər X, Y allotrop şəkil dəyişmələrinin olmasına plus minus qoyub. Yəni, X-in allotrop şəkil dəyişməsi var, Y-in isə yoxdur. Ona uyğun elementlərimizi seçək. Deməli, X-in var deyir. Onda A variantında xromun yoxdur, alüminium yoxdur B-də, oksigen, xlor. Deməli, D variantında kükürt, fosfor, oksigen. Hər üçünün var. D variantı olacaq cavabımız. Alüminium, azot, xrom. Bunların da hər üçünün allotropiki yoxdur. Deməli, doğru cavab D variantı. 61-də deyir, X və Y hansı elementlər ola bilər? X-də deməli, allotropiki olmasın, Y-də olsun bu dəfə. Baxaq görək. X-də olmasın. X-də olmayan, deməli, burada azot, xlor, magnezium, sonra oksigen, fosfor, karbon. Bu dəfə də cavabımız yenə D variantı olacaq. Çünki azot, xlor, magnezium heç bir allotrop şəkil dəyişmə yoxdur. Əminə gətirmir, amma oksigen, fosfor, karbon isə gətirir. 62-ci sualda deyir, hansı mərhələlərdə fiziki hadisə baş verir? Deməli, buzun suya keçməsi. Fiziki hadisə bilirik ki, aqreqat halının dəyişməsi məsələn fiziki hadisədir. Buzun suya keçməsində, yəni buz əriyir, ərimə prosesi baş verir. Əlbəttə ki, fiziki hadisədir. Yəni bunu götürəcək biz. Amma sudan hidrogenin alınması. Bu artıq reaksiya gedir. Sudan hidrogenin alınması, yəni su parçalanır. H2 plus O2. Burada artıq kimyəvi hadisə baş verir. İkini götürmürük. Eyni ilə hidrogendən suyun alınması. Yenə bu reaksiyanın əksidir. Yəni hidrogen oksigenlə reaksiya girir, su əmələ gətirir. Bu da kimyəvidir. Amma sudan su buxarının alınması elə bir mayədən qaz halına keçir, aqreqat hal dəyişir. Buxarlanma prosesi gedir. Ona görə fiziki hadisədir. Deməli, doğru cavab 1, 4, B variantı. 63-də deyir ki, maddələr A, B, aqreqat halı A maddəsi X-dir, B də maye halındadır, ayrılma üsulunda soruşur. Deyir, A maddəsi B ilə müxtəlif cinsi qarşı əmələ gətirirsə, X və Y müəyyən edin. Müxtəlif cinsidirsə, X ilə Y nə ola bilər? Baxaq görək bir dənə. Deməli, A variantında X bərk olsa, X bərk maddə olsa, B də maye halındadır. Əgər X bərk olsa, B də maye halındadır. Ayrılma üsulu bərklə maye müxtəlif cinsli ayırmaq üçün süzmə üsulundan istifadə edirik. Y burada süzmə olsa uyğun gələrdi. Amma elə yazılmayıb da. Deməli, A variantı alınmadı.
Sonra B variantı. Əgər qaz halında olsa maye, distillə yoğun deyil axı. Distillə mayeni ayırmaq üçündür. C variantı bərk olsa, bu da maye, müxtəlif cinslidirsə, müxtəlif cinslidirsə, buxarlandırma olan variantı silərik, distildən silərik. Bunlar eyni cinsliyin ayrılma üsullarıdır. Bizə müxtəlif cinsli deyir. D variantında maye olsa, bu da maye bu da maye. Hər ikisi mayedirsə, ayrılma üsulu ayrıcı qıfla, bəlli durulma üsuluna uyğun gəlir. D variantıdır cavabımız. Yəni, müxtəlif cinsli maye qarışığını ayırmaq üçün ayrıcı qıfdan istifadə olunur. Doğrudur. 64-də deyir, adi şəraitdə uçucu olmayan birləşmələri müəyyən edin. Yəni, qaz halındadırsa, məsələn, bilirik ki, uçucudur. Bərk haldadırsa uçucu deyil. Və natrium hidrid bərkdir. Uçucu olmayan birsə, biri olacaq natrium hidrid. Ümumiyyətlə, metallı birləşmələr hamısı bərk halda olur. Silisium 2 də kvars qumudur, qumdur, o da bərkdir. CO2 qazdır, uçucudur, H-xlor qazdır. Deməli, doğru cavab uçucu olmayanlar 1-2, Y variantı. 65-də deməli X, Y, biri mayedir, biri bərkdir və müxtəlif cinslidir. Deməli, müxtəlif cinsli maye və bərk. Məsəl üçün, qum, su nümunə göstərə bilərik. İndi hansı üsulla ayırmaq olar? Əlbəttə ki, süzmə üsulu ilə, süzməklə. B variantı. 66-da yenə biri maye, biri bərkdir, amma eyni cinslidir. Maye bərk, məsələn, su, xörək duzu. Nəyindən ayırarıq? Yerinə düşünən kimi, yəni oradan da bilmək olar. Eyni cinsli, deməli, su, xörək duzu, su, şəkər. Əlbəttə ki, olacaq buxarlandırma üsulu, Y variantı. 67 yenə bayaqki sualdandır. Bizə deyir ki, 20 dərəcə temperaturda, müsbət 20 dərəcə temperaturda X, Y və Z maddələrin aqreqat halını müəyyən edin. 20-ni hər birində baxaq, yerləşdirək. Məsələn, X-də 20 düşəcək ortaya. 0 ilə 100-ün arasına düşür. Yəni, ədəd oxunda. Biz də bilirik ki, ortaya düşübsə mayedir. Yəni, əriyəndən sonra qaynayana qədər maye halda olur. 0-dan sola düşsə bərkdir, 0-dan 100-ün ortası mayedir, 100-dən sağa qazdır. Belə də bilirik ki, deməli 20 ortaya düşdü. X olacaq maye yazırıq. Deməli, Y-də görək müsbət 20 ara düşür. Müsbət 20 mənfi ondan da sağa. Müsbət 20. Çünki ədəd oxunda, yəni müsbət mənfilərdən sağ tərəfdə yerləşir. Deməli, qaz halında olacaq. Digərində isə müsbət 20 düşəcək 30-dan sola, yəni bərk aqreqat halında. Maye, qaz, bərk. Cavabımız olacaq D variantı. Eyni qaydada 68-ə də baxaq. Deməli, bu dəfə müsbət 10 dərəcədir. Deməli, müsbət 10 birincidə düşəcək ortaya, ikincidə düşəcək ən sağa, üçüncüdə də ən sola. Deməli, maye halında, sonra düşür qaza, sonra da bərk. Maye, qaz, bərk. Y variantı. 69-cu sualda deyir, eyni maddənin aqreqat halları X, Y və Z ilə işarə edilmişdir. Deməli, eyni maddədir, sadəcə aqreqat hallarda, yəni biri bərk, biri maye, biri qaz, belə deyək. Y-i X-ə çevirmək üçün qızdırmaq lazımdır. Z-in molyar həcmi ən böyükdür. Maddələrin aqreqat halını müəyyən edilir. Deməli, baxaq bir dənə X, Y, Z. Əgər burada deyirsə, Y-i X-ə çevirmək üçün qızdırmaq lazımdır. Y məsəl üçün bərk olsa qızdırarıq, çevirərik X-ə maye məsəl üçün. Ya X mayedir, ya Y mayedir, qızdırıb çevirərik X qaz halına. Bunu hələ deyə bilmərik. Amma burada bizə deyir Z-in molyar həcmi ən böyükdür. Molyar həcmi ən böyük olan bu aqreqat hallarına qazlarınkidir. Qazların molyar həcmi ən böyükdür. Onda deməli burada Z olacaq qaz. Aha, Z qazlısa artıq X ilə Y-in biri bərk, biri mayedir. İndi nəyə? Y-i X-ə çevirəndə əgər qızdırmaq lazımdırsa, əlbəttə ki, Y bərkdir. Bərki maye çevirəndə qızdırırıq da. X də mayedir. Yəni, bunu əksinə deyə bilmərik axı. Bərki qızdırırıq, maye halına keçir. Deməli, biz artıq müəyyən elədik. Burada variantda seçək. Deməli, bərk olacaq Y. Maye olacaq X. Qazda olacaq Z. Y, Z. Cavab olacaq B variantı. Deməli, 70-də də eyni maddənin aqreqat halları, yenə X, Y, Z-dir, silim dənə qarşısındakı. Burada da deyir, Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. X-in molyar həcmi ən böyükdür. Bu dəfə X qazdır. Molyar həcmi ən böyük olan X-dir. X oldu qaz. Ondan sonra bizə deyir ki, Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. İndi biri bərkdir, biri mayedir. Soyudanda əlbəttə ki, mayeni bərkə çevirərik də soyutmaq üçün. Yəni, soyudanda maye bərkə çevirilər. Onda Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. Z mayedir, Y də bərkdir. Belə. Onda bərk olacaq Y, maye olacaq
Z qazda olacaq X. YZ X. Cavabımız olacaq Y variantı. 71-ci sualda deyir X maddəsinin su ilə qarışığını distillə etməklə, Y maddəsinin su ilə qarışığını isə süzməklə ayırırlar. X və Y maddələr üçün uyğun olanları müəyyən edin. Əgər X-in su ilə qarışığı distil etməklə ayrılırsa, X məsəl üçün suda həll olan maye halında maddələr ola bilər. Məsəl üçün etil spirt də ola bilər burada, sirkə turşu da ola bilər. Deməli X-ə həm 1 uyğundur, həm də 4. Y maddəsinin su ilə qarışığı süzməklə ayrılırsa, deməli su ilə süzməklə ayrılan, yəni suda həll olmayan bərk maddələri götürərik burada. Bu da deməli qum da uyğun gələcək təbaşirdir. Hər ikisi bərk haldadır, hər ikisi də suda həll olunur. Deməli 2 ilə 4 də bura uyğundur. Cavabımız olacaq deməli bir dəqiqə 2 ilə 3 daha doğrusu 2 ilə 3 cavabımız olacaq 1, 4, 2, 3 C variantı. 72-də deməli birinci X-ə cisim, Y isə maddə seçməliyik. Deməli burada X cisim, Y maddə ilə cavabımız olacaq A variantı. Çünki masa cisimdir, oksigen də maddədir. 73-də X cisimdir. Deməli X parta ola bilər. Cisim burada qranit parçası və maddə, Y-də maddə götürməliyik. Elə cavabımız olacaq C variantı. X parta cisimdir, Y-də su, su da maddədir. 73-də C variantı. 74. Müxtəlif cinsi qarışıqları müəyyən edin. Yəni heterogen qarışıqları. Birinci xörək duzu ilə su homogendir, eyni cinslidir. Eyni ilə də 3-də şəkərlə su homogen, eyni cinslidir. Çay qumu suda həll olunur. Müxtəlif cinslidir. Benzin də suda həll olunur. Bu da müxtəlif cinslidir. Cavabımız 2, 4, yəni A variantı olacaq. 75-də eyni cinsli istəyir bu dəfə. Deməli, şəkərlə su olacaq. Bir də deməli, yağ su heterogendir, götürə bilmərik. Soda su. Soda da suda həll olur. Ona görə bərk maddədir, suda həll olur. Özü bir duzdur elə. Ona görə soda ilə suda eyni cinsi qarışıq əmələ gətirir. Amma çay qumu ilə su yenə müxtəlif cinslidir. Deməli, yağla su, çay qumu su. Bunlar müxtəlif cinsidir. Yağla su qarışığı emulsiyadır. Emulsiya. Çay qumu ilə su isə suspenziya. Suspenziya. Hər ikisi heterogenin növləridir. Doğru cavab 1, 3 D variantı. 76-cı sualda deyir, ayrıca qıfın köməyi ilə ayrılması şəkildə kim olarsa, X və Y maddələrini müəyyən edin. Baxırıq ki, burada X aşağıda, ayrıca qıf bilirik ki, suda həll olmayan, yəni bir-birində həll olmayan, belə deyək də, mayeləri ayırmaq üçündür. Aşağıda X-in sıxlığı daha çox olmalıdır ki, X aşağıdadır, Y-in sıxlığı isə az olsun ki, yuxarıda olsun. Məsələn, baxaq variantlara, maye halında olan maddelərə baxacaq, şəkər, duz ola bilməz. Duz olan variantlar olmaz. Deməli, X benzin, Y su olarmı? Xeyr, çünki X benzinlə su olsaydı, benzin yuxarı təbəqədə qalardı. Yəni, X aşağıda X su ola bilər. X su ola bilər, Y benzin ola bilər və yaxud yağ ola bilər. Cavabımız olacaq C variantı. X sudur, deməli X sudur. Y-də benzindir. Yəni, su altdadır, benzin üstdədir. Yəni, bu sıxlıqların fərqini bilirik də. Doğru cavab C variantı. 77-də deyir, ayrıca qıfın köməyi ilə ayrılması şəkildə kim olarsa, X və Y müəyyən edin. Yenə bayaq kimi X aşağıdadırsa, X olacaq, məsələn, su, Y-də olacaq, benzin. Y variantı. 78. Su ilə gildən ibarət qarışıqdan gili hansı sulu ayırma olar? Su, maye gildə bərkdir, bir-birində də həll olunur. Bir-birində həll olmayan bərk və maye qarışığı ayırmaq üçün süzmə üsulundan istifadə olunur. B variantı. 79. Su ilə qumdan ibarət. İstər gil olsun, istər qum olsun, fərqi yoxdur. Hər ikisi su ilə ayırma üsulu deməli olacaq süzməklə. A variantı. 80-də deyir, buxarlandırma üsulu ayrılması şəkildə kimi olarsa, X və Y maddələrini müəyyən edin. Deməli, baxırıq ki, burada buxarlandırma biri bərk bir mayedir və Y-də əgər ayrılıb gedirsə, Y maye halında olandır. Məsələn, xörək duzu su, şəkər su, amma Y olacaq burada su. Y-ə su, digərinə xörək duzu. Y variantı uyğun gəlir burada. Deməli, burada buxarlandıranda buxarlanıb gedən əlbəttə ki, maye halında olan maddə olur. 81-də bəsit maddələri müəyyən edin. Deməli, natrium xlorid burada mürəkkəb maddədir. Bəsit maddələr olan variant su mürəkkəbdir. Deməli, olacaq C variantı ozon bəsitdir, natrium bəsitdir, kükürt bəsitdir. D variantında, məsələn, kalsium oksid mürəkkəbdir. Y-də xlorid turşu mürəkkəbdir, qalanlar hamısı bəsitdir. 82-ci sualda deyir ki, eyni şəraitdə müxtəlif kütləli etil spirti üçün eynidir.
Deməli, müxtəlif kütləli etil spirti üçün nə eyni olar? Əlbəttə ki, fiziki xassələri eyni olur. Sabit qaynama temperaturu. Qaynama temperaturları eyni olacaq və sıxlıqları eyni olacaq. Amma həcmi eyni olmur. Yəni, həcm fiziki xassə deyil. Qaynama temperaturudur, sıxlıqdır, bunlar fiziki xassədir. Həcmdir, kütlədir, bunlar fiziki xassə deyil. Əgər eyni şəraitdə müxtəlif kütlədirsə, kütləsi çox olanda həcmi çox olacaq, az olan ki azdır. Amma sıxlıq sabitdir. Sıxlıq istər yəni az miqdarda etil spirt olsun, istər çox miqdarda, yenə onların sıxlıqları eyni bir qiymətə malikdir. Eynilə də qaynama temperaturları eynidir. Ona görə doğru cavab 1 ilə 3. Yəni fiziki xassələrdə belədir. Qaynama temperaturu, sıxlıq fiziki xassədir, amma həcm yox. 83-də də deməli eyni şəraitdə müxtəlif kütləli su üçün fərqi yoxdur. Yenə su olsun, istər etil spirt olsun, yenə qaynama temperaturu ilə sıxlıq bunlar eyni olacaq. 1, 3 A variantı. 84-də deyir, atom kütlə vahidi kimi oksigen 16 atomunun kütləsinin 16-da biri qəbul edilərsə, elementlərin nisbi atom kütlələri necə dəyişər? Burada nə edəcəyik? Deməli, burada 16-nın 16-da birini tapırıq. Bu da eləyəcək 1. Deməli, cavabımız olacaq, dəyişməz. 85-də də eyni ilə 14-ün 14-də biri. 14-də biri, 14-də gedir yenə 1. Cavabımız olacaq, dəyişməz. 86-cı sualda kükürt, dəmir qırıntıları və xörək duzundan ibarət qarışığı ayırmaq üçün yerinə yetiriləcək təcrübə işlərinin ardıcıllığını müəyyən edin. Deməli, burada həm kükürt, həm dəmir qırıntıları, həm də xörək duzu var. İlk öncə dəmir qırıntılarını ayırarıq. Maqniti yaxınlaşdırarıq, yəni əvvəlcə 3-ü götürərik, maqnitlə dəmir artıq aradan çıxar. Yerdə qalır kükürt və xörək duzu. Sonra deməli, suda həll edərik. 4-cü. Suda həll edirik. Suda həll edəndə artıq burada xörək duzu həll olacaq, amma kükürt həll olmayacaq. Sonra süzmə üsulundan istifadə edirik. İkinci şəkil, yəni süzəndə burada kükürt gedir, yerdə qalır xörək duzu ilə su qarışığı. Sonra isə birinci proses, yəni buxarlandırma üsulu. Yəni duzla su qalıb, o da buxarlandıranda su gedəcək, yerdə də qalacaq xörək duzu. Deməli, bu ardıcılıqla bir-birindən ayıra bilərik. 3, 4, 2, 1. B variantı. 87-ci sual. Eyler-Venn diaqramına əsasən X, Y vəziyyətini müəyyən edin. Deməli, burada distillə suyu var, bir də etil spirti su var. Bu arada distillə suyu, yəni saf maddədir, saf maddədir. Etil spirti və su isə qarışıqdır, qarışıq. İndi, məsələn, A variantı saf maddədir, X, Y bunların ortaq cəhəti qarışıqdır. Xeyr, distillə suyu qarışıq deyil axı. A variantını götürə bilmərik. B variantında X saf maddə olduğuna görə tərkibi sabitdir, uyğun gəlir. B-də birinci uyğun gəlir. Sonra Y maye haldadır. Y hər ikisinin ortaq cəhətidir. Çünki distillə suyu özü də ayrıca maye haldadır. Etil spirti ilə su qarışığı da maye haldadır. Götürə bilərik. Sonra eyni cinsi qarışıqdır. Z üçün yazıb. Bəli, etil spirti ilə su eyni cinsi qarışıqdır. Deməli, doğru cavab olacaq elə B variantı. 88-ci sual. Deyir, hansı ifadələr X və Y qarışıqlarının hər ikisinə aiddir? X sirkə turşusu ilə su, Y etil spirti ilə su qarışığı. Hər ikisi bu arada homogen qarışıqdır. Hər ikisi də eyni sulla ayrılır, distillə suluyla. Çünki suda həll olan maye halında maddələrdir də. Bir-birində həll olan mayelər nə ilə ayırır? Distillə sulu. Deməli, birinci hər ikisinə uyğun gələcək. Birincini götürürük. Eyni cinsi qarışıqdır, bəli, hər ikisi. Elektrik cərəyanını keçirir. Artıq bu, hər ikisində də yəni ortaq cəhəti deyil də. Çünki, məsələn, sirkə turşusu zəif elektrolitdir. Amma etil spirti qeyri-elektrolitdir, elektrik cərəyan keçmir. Yəni, hər ikisinə aid olan bir ifadə olmadı bu. Doğru cavab deməli 1-lə 2, B variantı. 89-cu sualda deyir, X, Y və Z maddələrindən ibarət qarışıqdan bu maddələri ayırmaq üçün həlledicilərdən hansı ardıcılıqla istifadə etmək lazımdır? Deməli, burada su, spirt, efir. Bunlar həlledicilərdir. X, Y, Z də maddələrdir. Onların uyğun olaraq görürük ki, hansı həlledicidə hansı maddə həll olur. Onları biz görürük. Yəni, burada hansılar ki, həll olur, onları bir dənə işarə eləyək. Yəni, bizi baxanda bizi daha yaxşı görməyimiz üçün də gözümüz seçsin orada. Deməli, suda nə həll olur? X olmur. Y həll olur, işarə qoyaq. Bir də Z həll olur. Deməli, suda 2 maddə həll olur. Həm Y, həm Z. Sonra spirtdə hansılar həll olur? Spirtdə sadəcə X həll olur. Efirdə bəs, efirdə həm X həll olur, həm də Y həll olur. Deməli, suda da 2 maddə həll olur. Efirdə də 2 dənə maddə həll olur. Spirtdə isə 1 dənə maddə həll olur. Hansı ardıcıllıqla? Elə ardıcıllıq seçək ki,
Üç maddənin üçünü də bir-birindən ayıraq. Yəni bir dənə belə deyək də, həm də yuxarıdan aşağıda bir dənə sütun şəklində baxsaq, deməli X suda həll olmur, amma spirtlə efirdə həll olur. Mən birinci burada hansı həlledicidən başlayaram? Burada uyğun olan belədir ki, baxın görün hansında bir dənə həll olan var. İlk öncə elə başlasaq. Hansı həlledici bizə dənə maddə həll olur həmin həlledicidə? Və sudur, xeyr, suda 2 dənə maddə. Efirdir, xeyr, efirdə də 2 dənə maddə həll olur. Spirtdir. Birinci o cür başlayın. Birinci hansı həlledicidə bir dənə maddə həll olursa, ondan başlayın. İndi ola bilər ki, burada bu suallardan bir neçə dənədir. Eləsi də rastımıza çıxacaq ki, baxacaq ki, elə bu halda dediyim kimi 2 dənə həlledici olacaq ki, ikisində də bir dənə maddə həll olan var. Onda deyərik hardan başlayaraq, onda sütun şəklində də baxacaq. Burada elə bir hal yaranmayıb hal-hazırda. Suyun da qabağında 2 dənə qırmızı var, efirdə də 2 qırmızı var, spirtdə 1 qırmızı var. Spirtdən başlayırıq. 1 qırmızı, bir dənə həll olan olsun, yəni bir maddə həll olsun onda. Deməli birinci olacaq spirt. Spirt deməli X-i həll elədi. Spirt X-i apardı. Artıq X-in üstündən xətt çəkirəm, X sütunu getdi. Spirtin üzərinə xətt çəkirəm da spirtə də baxmırıq. Əlimizdə su və efir qalıb, maddələr də Y-dən Z qalıb. İndi yenə həmin qaydada hansını götürək ki, bir dənə maddə həll olsun onda. X yoxdur da artıq. Baxırıq ki, suda həm Y, həm Z həll olur, efirdə sadəcə Y həll olur. Bayaq dediyim kimi bir dənə qırmızı olan. Yəni efir, bu dəfə efiri götürəcəyik. Deməli efir də Y-ə həll eləyəcək çünki. Y də gedəcək, efir həll elədi onu, efir də getdi. Yerdə qaldı su və Z. Onlar qaldı baş-başa. Yəni suda deməli, suda da Z həll olur deyə, yəni biz bu ardıcılıqla gedəndə yekununda qalacaq su. Deməli doğru cavab spirt, efir, su. A variantı. İndi bundan bir neçə dənə var, onlar da baxanda tam aydın olar. 90-cı sualda deyir, qarışığın növü homogen, heterogen. Deməli, X-dən Y homogendir, Y-dən Z isə heterogendir. Gəlin görək hansı variant uyğun gəlir. Məsələn, A variantında X-dən Y, etil spirti ilə su homogendir, su ilə şəkər yenə homogendir. Yəni heterogen olmalıdır. Z-dən Y heterogen olmalıdır. Deməli, A variantı deyil. Heç B variantında deyil, heterogen alınmır burada da. C-də neftlə su homogen deyil, C-də deyil. Heç neft olanları çıxarıq. Yəni X üçün neft olanları. İndi baxaq Y variantına görək. Etil spirti ilə su homogendir. Aha. İndi axı digərdə heterogen olmalıdır. Su ilə də neft heterogendir. Bəli, bu da heterogendir. Doğru cavab Y variantı. 91-ci sualda oksigen, fosfor və kürd elementləri üçün ümumi olan ifadələri müəyyən edin. Deməli, kənardan yazaq oksigen O2, fosfor P4, kürd S8, çoxaltımlı bəs maddələr əmələ gətirirlər. Bəli, bu doğrudur. Götürəcəyik bunu. Hər biri görə 2, 4, 8 atom var. Allotrop şəkil dəyişmələri mövcuddur. Deməli, bəli, 3 elementin üçü də allotrop şəkil dəyişmə əmələ gətirir. Oksigen, oksigen qazı, ozon qazı, fosfor, ağ fosfor, qırmızı fosfor, qara fosfor, kürd də kristalik kürd, plastik kürd. Deməli, ikinci də doğrudur. Sonra aqreqat halları eynidir. Artıq bu yanlışdır. Çünki oksigen qaz halındadır, fosfor və kürd isə bərk haldadır. Doğru cavab olacaq 1, 2, Y variantı. 92-ci sualda hidrogen, fosfor, kürd. Bu dəfə deməli hidrogen, sonra fosfor, kürd S8. Çox atomlu bəst maddələr əmələ gətirirlər. Bu doğrudur. Götürürük. Allotrop şəkil dəyişmələr mövcuddur. Burada hidrogen allotrop şəkil dəyişmə əmələ gətirmir, amma digərləri gətirir. Ona görə ikincini götürmürük, hidrogen gətirmir. Dəyişkən valentlidirlər, hidrogen sabit valentlidir, digərləri dəyişkəndir. Ona görə üçü də götürmürük. Onda doğru cavab olacaq yalnız 1. A variantı. Deməli 93-də yenə bayaqki sualdandır. Yenə biz burada həlledicilər, bu dəfə həlledicilərin adı, yəni ad şəklində deyil də, birinci həlledici, ikinci həlledici, üçüncü bu şəkildə qeyd olunubdur. Deməli, burada yenə bayaqki kimi yanaşsaq, biz baxaq ki, əvvəlcə birinci həlledicidə həll olan hansıdır? X də həll olur, Y də həll olur. İkinci həlledicidə, deməli, sadəcə Y həll olur. Z-də isə, üçüncüdə isə sadəcə Z həll olur. Belə.
Deməli biz burada baxırıq ki, birincidə 2 dənə həll olan var, ikincidə bir dənə həll olan var, üçüncüdə də bir dənə həll olan var. Bayaq dedim ki, ilk olaraq bir dənə həll olandan başlayaq da, yəni bir dənə həll olsun maddə onda. İndi deyirsiniz ki, axı burada mən bayaq dedim ki, növbəti sualda belə bir halla da rastlaşacağıq ki, 2 dənə eyni vəziyyətdə olacaq da, yəni ikisində də bir dənə həll olan maddə olacaq. Məsələn, bu hal-hazırda bu sualda ikinci həllicidə də bir dənə maddə həll olur, üçüncü həllicidə də bir maddə həll olur. Buradan indi 2-dən mi başlayaq, 3-dənmi? Biz elə burada 3-dən başlayarıq ki, çünki 3-də sadəcə Z maddəsi həll olur. Belə deyək də, daha doğrusu Z maddəsi sadəcə 3-cü həllicidə həll olur. Çünki sütun şəklində bir dənə baxsaq, Z-in altında bir dənə görürük ki, Z ancaq 3-cüdə həll olur. Amma Y həm birincidə, həm ikincidə həll olur. Belə, axı biz ikinci ilə üçüncünün arasındayıq ki, biz indi hansından başlayaq? Biz ilk olaraq burada 3-dən başlayarıq. 3. Əvvəlcə 3-ü seçərik. 3-ü seçəndə 3 burada Z-i həll eləyəcək. 3 getdi. Z getdi. Yerdə qaldı birinci, ikinci, bir də XY. İndi əlbəttə ki, hansını götürərik? Bir dənə həll olan götürməkdir. Elə eləmək ki, ancaq birini həll eləsin. İndi 2-ni götürəcək. 3, sonra da 2. İndi burada 3, 2, sonra da 1. İndi cavabda elə vermir. Yazır əvvəlcə 3, sonra 2. Onsuz da sonra da 1 olur da. Yəni, indi cavabımız olacaq əvvəlcə 3, sonra da 2. 2 də çünki Y aparır. Qalır 1 ilə də X. Deməli, əvvəlcə 3, sonra 2. Baxaq görək hardadır. Əvvəlcə 3, sonra isə 2. Deməli, doğru cavab olacaq B variantı. 94-də baxaq. Burada da həll olanlara işarə qoysaq. Birincidə Z-dir. İkincidə həm X, həm Y-dir. Üçüncüdə həm Y-dir, həm də Z-dir. İndi bu, birinci ilk işlədiyimizdendir. Baxırıq ki, burada ikincidə də 2 dənə həll olan var. Üçüncüdə də 2 dənə həll olan var. Amma birincidə sadəcə bir dənə Z maddəsi həll olur. Ona görə 1-dən başlayacaq. Əvvəlcə 1. Əvvəlcə 1 burada həll eləyəcək Z-i, Z getdi. Yerdə də qalır, sonra hansını götürərik? Əlbəttə ki, elə birini götürməliyik ki, bir dənə maddə həll olsun. İkisi birdən həll olub, bir-birinə qarışmasın. Sonra da 3-ü götürərik. 3 də burada deməli həll eləyəcək Y-i, 3 də getdi. Yerdə qalır, ikincidə də deməli X maddəsi həll olacaq da, onu qeyd eləmir də. Əvvəlcə 1, sonra 3. Sonra 3, deməli cavabımız olacaq A variantı. 95-də deyir, hansı halda kimyəvi hadisə baş verər? Deməli, birincidə əlbəttə ki, kalium permanganatı qızdırırlarsa, burada reaksiya gedəcək. Alınır buradan kalium 2, manqano 4, manqano 2, O2, yəni reaksiya gedir. Kimyəvi hadisədir. Biri 1-dir. Sonra deməli, ikincidə silisium-12 qumdur. Qumla su qarışdırılır. Reaksiya getmir burada. Sadəcə qumla su qarışığı əmələ gəlir. Heterogen qarışığı. Ona görə ikinci, yəni reaksiya baş vermədiyinə görə kimyəvi hadisə sayılmır. Üçüncüdə natrium oksid su ilə reaksiya girəcək. Bax, burada natrium oksid üstəgəl H2O, buradan alınır. Natrium OH, yəni reaksiya gedir. Demək, kimyəvi hadisə baş verir 3-də də. 4-də isə yodun sublimasiyası baş verir. Yodu qızdırırlar, yod bərkdən qaz halına keçir. Yod axı sublimasiya edir. Quru buzdur, yoddur, bunlar sublimasiya edir. Bərkdən birbaşa qaz halına keçir. Yəni fiziki hadisə baş verir. Deməli, doğru cavab olacaq 1, 3. 96-cı sualda deyir ki, hansı ifadələr doğrudur? Baxırıq ki, burada birinci ilə üçüncü artır, get-gedə, yəni dəyişir. Amma ikinci sabitdir. Və burada indi onu deyək ki, saf maddələrin qaynama temperaturu, ərimə temperaturu, bunlar sabit olur. Yəni, saf maddələrin fiziki xassələri sabit olur. İkinci saf maddədir. İkinci safdır. 1 ilə 3 isə qarışıqdır. İndi görək, birinci xətt saf suya aiddir, yox. Birinci xətt xörək tuzu. İkinci xətt saf suya aidini götürək, indidən götürək onu. Onda birincini silək. Çünki saf suya aid olan hansı olacaq? İkinci xətt olacaq. İndi bir dənə baxaq cavablara görürək, nədən söhbət gedir? Etil spirti var, bir də xörək tuzu var bunların içində. Hansının ki, hansıdır indi? Etil spirti maye halında olan bir maddədir. Xörək tuzu da bərk halda olan bir maddədir. Bərk halda olan maddənin, yəni burada qaynama temperaturu daha yüksək olacaq. Yəni, birinci xörək tuzununki olacaq, üçüncü etil spirti. Etil spirtinki sudan da aşağıdır qaynama temperaturu. Deməli, birinci xörək tuzuna aiddir, yəni 2-ni götürəcək biz burada. Bir də üçüncü etil spirtinə aiddir, suda məhlul aiddir, bir də onu götürürük. Yəni, doğru cavab 2, 3, 4 olacaq. 97-ci sualda ayrıcı qıfdakı maddələri müəyyən edin deyir. Baxırıq ki, burada X yuxarıdasa sıxlığı az olan bir maddədir, Y də aşağıdasa sıxlığı çoxdur. Bir-birində həll olmayan mayelərdir əlbəttə ki. X benzin, Y su ola bilərmi? Bəli, bir doğrudur.
Sonra su benzin əksinə ola bilməz. Benzin deməli yuxarıda, su aşağıda olmalıdır. Etil spirti su ilə belə bu şəkildə təbəqələrə ayrılmır, çünki homogen qarışıq əmələ gətirir. 2 ilə 3 deyil. Su bitki yağı. Deməli X su ola bilməz. Yəni Y su ola bilər. Bitki yağı su ola bilər. Yəni 5-cini götürürük. Yəni altdakı sudur. Üstdəki yağdır, neftdir, benzindir, belə olar. Çünki suyun sıxlığı bunlarınkindən çoxdur. Doğru cavab 1-5. 98-dədir, uyğunluğu müəyyən edin. Ayrıcı qıfla, etil spirti su. Deməli, etil spirti ilə su distillə üsulu ilə ayrılır. Bizi burada yoğunlaşdıranda, deməli, etil spirti ilə su qarışığı nə ayrıcı qıfa uyğun deyil, nə də süzmə üsuluna uyğun deyil. Heç birinə uyğun deyil, A-nı götürmürük. Təbaşir su, süzmə uyğunu, 2-yə B uyğundur. Bakının qarşısına yazıram B. Sonra neft su, neftlə su ayrıcı qıfla, yəni durultma üsulu ilə 1-ə C. Kənarda bunları bir dənə qeyd edirəm. Deməli 1, 2. 2-yə aid oldu B variantı təbaşirlə su. Neftlə su ayrıcı qıfdır. 1-ə C-dir. Xörək duzu su homogen qarışıqdır. Bunu da götürmürük ümumiyyətlə. A-la D homogen qarışıqdır. Bu isə heterogen ayrılma üsullardır. Qumla su isə necə ki təbaşirlə su süzməyinə ayrılır, qumla su da süzməyinə ayrılır. Y də aiddir ikinciyə. Deməli 1-ə C, 2-yə B ilə Y. 99-da deyir, uyğunluğu müəyyən edin. Bəsit maddə, deməli, bunların içində almaz, karbon, civə, bəsitdir bu da. Deməli, karbon, civə. Bunlar ikisi də, yəni karbon, almaz da, almaz, civə. Bunlar bəsit maddədir. 1-ə uyğun gələcək, həm B, həm C. Deməli, 99-da 1-ə uyğundur B, C. İkinci mürəkkəb maddə. Mürəkkəb maddə fosfin, pH 3 yazılır. Deməli, 2-yə uyğun gələcək Y variantı. Hava, bir də benzin. Hər ikisi qarışıqdır. Hər ikisinin formulu yoxdur. Ona görə A ilə D-ni də 3-ə götürəcəyik. Belə. Sonra 100-cü sualda da deyir, uyğunluğu müəyyən edin. Bəsit maddə. Bəsit maddə qrafit, karbon. 1-ə sadəcə C uyğundur. Mürəkkəb maddə. Şəkər mürəkkəb maddədir. Formulunu qoy yazaq. C12, H22, O11. Amonyak NH3 mürəkkəb maddə müxtəlif növ elementdən ibarət. Deməli A ilə Y-ni götürürük 2-yə. Sonra qarışıqdakı neft qarışıqdır, bir də duman qarışıqdır. B ilə D-ni də götürürük qarışığa.